Fərqani Ağalarova, Şorçənd kənd sakini. Düşünürəm ki, bu tədbir çoxdan gözlənilən bir tədbir idi. Çünki rayonumuzun balıqçılıq sahəsində çox böyük tarixi ənənələri var və bu balıqçılıq fəaliyyəti çox böyük ənənələrə və uğurlu ənənələrə söykənir. Çox möhtəşəm bir tədbir təşkil olunub. Rayon İcra Hakimiyyətinin şəxsi ideyaları ilə zəngin, həmçinin də ümumilikdə bütün rayonun ictimaiyyətinin iştirak etdiyi bu tədbirdə həm xarici qonaqlar iştirak edir, həm rayon fəalları iştirak edir. Mən düşünürəm ki, əslində rayonumuzun simasının ölkədə tanınmasına bir daha kömək edəcək bir tədbirdir. Sənətkar da neçə ümrə? 11-25. Məktəbləridir amma bir görmüşəm bax. Hədələ oradan gəldim. Kardeşim. Sizden kalın. Da yok, ne bilemedim. Neftçala rayon sakini Balaşova Şəfəq bugün çox qürur verici andır ki, belə bir festival Neftçala rayonunda keçirilir. Bir rayon sakini kimi müxtəlif yerlərdən qonaqların gəlməsi balıq sahəsinə olan diqqəti daha da artırır. Balıqçılıq, ümumiyyətlə balıq ənənəsi Neftçala rayonu üçün ta qədim zamandan ənənəvi bir sahə olmuşdur və bu sahənin burada bu cür təqdim olunması bizim rayonumuza daha böyük qürur verici bir an yaşadır. Ona görə ki, müxtəlif yerlərdən, sahələrdən buraya insanlar gəlir və burada müxtəlif balıq çeşidlərini görür. Onların həm bişmiş formada, həm digər demək formada balıq təmları ilə tanış olurlar və mən hesab edirəm ki, bu bizim rayonumuzun bir uğurudur, bu Azərbaycanımızın bir uğurudur. Sağ olun.
Eləyim. Kameraya bakma sen bir de. Bir de bu kotletten ver buna. Türklərdə bana böldü. Yəni, bax, hələ yaxın. Vermişəm buna. Bunlar deyir ta Osman, mən də şey. Aşağıda dedi, bir şey deyirəm. Onlar bugün bizim torpağımızdadılar ve ben burada Ruslar çok balaca haşiye çıkacağım. Ben burada Neftçala rayonu icra. Gelmişim buradan haşiye. Buyur. Hele düş aşağıda. Ben burada dedem tuturum. Ne? Ben de tuturum almışım. Ne o? Alıp satırsan. Bomba var bomba. Bunlarda hıllı balığıdır. Hıllı balığını dadmak mümkün olacak. Balıklar buradadır kardeş değil. Buyurun. Alkışlayar. Necəsən xanım? Bu mənim xanımım. Azərbaycan Fish Farm MMC'nin nümayəndəsi artıq burada da alkışlarla buyurun. Salam aleyküm, mən də sizi təbrik edirəm. Deyirəm mən şəxsən bir Neftçalı olaraq 8 misvaldan böyük Mən də Neftçalı olmasam da zövq alırım. Azərbaycanın böyük şirkətlərinin və sahibkarlıq fəaliyyətindən məşğul olan növbəti zəhmət olmasa adlarını çəkək. Biyotiko MMC'ni biz səhnəyə dəvət edirik. Biyotiko MMC. Xüsusilə vurğulamaq lazımdır ki, bu sertifikatlarda Cənab Nazim Hacı müəllimdə özgür. Bəli. Təşəkkürnamə. Götürme yapıyorsan şeyle ve şekilde çek. Yani oradan şekilde çek. Değil.